Ümumiyyətlə, burada olan suallar qəbula düşmüş və düşmə ehtimalı olan suallardır hamısı. Aha, deyir ki, qrafikə əsasən cisimlər hansı zaman anda görüşəcəklər. Buna deyək bir cismi, bir işarə eləyək, bunu 2 ilə işarə eləyəm. Birinci cisim üçün, ümumiyyətlə, gəl birinci şərt yazaq. Cisimlər görüşdüyünə görə koordinatları bərabər olmalıdır. Yəni, x1 bərabərdir x2. Bunu yazdıq şərt kimi. Koordinatları bərabərsə cisimlər görüşəcəklər, düzdür? Aha, indi gəl. Biz birinci cisim üçün, yəni birinci cisim. Biz bilirik ki, birinci cisim bərabər yeyinləşən hərəkət edir və bərabər yeyinləşən hərəkətdə koordinatın tənliyi x bərabərdir x0 plus v0t plus at kvadratı bölünsün 2-dir. Gəl bunun tənliyini yazaq. X bərabərdir x0 üstə gəlinsin. İndi sən mənə de görüm, bu birinci ox var ya, o birinci. Bunun başlanğıc sürəti nədir? Sıfır. Sıfır. Ay sağ. Sıfır vurulsun T. Üstə gəlinsin. Təcili bilmirik. Amma təcili tapa bilərik. Təcil nədir? A bərabərdir. V çıx V0 bölünsün T'dir. V0 sıfırdır. V bölünsün T'dir. İndi 4 V 4'dür. T də 4'dür. 4'ü 4'ə böləndə təcil tapdıq 1. Düzdür? Yazırıq ki 1 vurulsun T kvadratı bölünsün 2. Biz də gəl bunu biraz da sadələşdirək. Onda x bərabərdir. X0 üstə gəlinsin. Bu onsuz sıfırdır. 0 t'yə vuranda 0. Aldıq ki, t kvadratı bölünsün 2. Bu oldu bizim birinci tənliyimiz. İndi gəl ikinci qrafik üçün tənlik alaq. Bu ikinci qrafik üçün tənlik alaq. Yazıram ikinci qrafik isə bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə koordinatın tənliyi belədir. X bərabərdir. X0 plus Vx-dir. Yəni bu da bərabərdir. X0 üstə gəlinsin. V nə qədərdir? 4T. Düzdür? Aysa. İndi Düzdür. gəl bunlar. Bu da x2-dir də. X2-dir. Gəl bunları bərabərləşdirək. Yəni bu şərti bərabərləşdirək, zamanları tapaq. Buradan yazıram. X1 hansı? X1 nə aldı bizdən? Yazıram ki, X x1 bərabərdir kvadrat. x2-yə. Bu da bərabərdir. X1 nədir? X0 plus t kvadratı bölünsün 2 bərabərdir. Bərabərdir x0 plus 4t-yə. Düzdür? Aysel. Burada Düz. sıfırlar getdi. Aldıq nə? T kvadratı Bu bərabərdir 8t-yə. 2-ni vurduq da 8t-yə. Bu hə, 2-ni vurduq 4t-yə. Buradan da hər tərəfi t-yə böləndə alırıq ki, t bərabərdir 8 saniyədə cisimlər nə olacaq? Görüşəcəklər. Cavab oldu C variantı. Aydındır? aydındır. Aha. Deməli, burada keçdik 13-cü misala. Aha. 13-cü misal deyir ki, başlanğıc sürətləri, başlanğıc koordinatları daha doğrusu eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiya zamanında hansı qrafiklər verilmişdir? Hansı zaman anında cisimlər arasında məsafə ən böyükdür? Sən bunu qeyd olaraq dəftərində yaz. Qeyd olaraq dəftərində yaz. Bir dəqiqə mənim. Aha, dəftəri aç. Hə, deyim mən. Deməli, daha doğrusu sürət zaman qrafikində Sürət zaman qrafikində Aha. cisimlər kəsişmə anına qədər, yəni kəsişmə nöqtəsinə qədər cisimlər arasındakı məsafə artır. Yəni burada kəsişmə anı haradır? Burada kəsişirlər də cisimlər, düzdür? Yəni T4 anında kəsişirlər bunlar. Aha. Deməli, sürət zaman qrafikində cisimlər kəsişmə anına qədər aralarındakı məsafə artır. Aha. Kəsişmə anında isə aralarındakı məsafə maksimum olur. Kəsişmə anında isə aralarındakı məsafə maksimum olur.
Kəsişmə anından sonra isə aralarındakı məsafə azalır. Təkrar edirəm. Yazdım mən. Yazdın? Yazdım mən. Bəli. Aha, deməli, təkrar edirəm. Sürət zaman qrafikində cisimlər kəsişmə anına qədər cisimlər arasındakı məsafə artır. Kəsişmə anında, yəni T4 anında cisimlər arasında məsafə maksimum olur. T4 anından sonra isə cisimlər arasında məsafə azalır. İndi deyir ki, hansı zaman anında cisimlər arasında məsafə ən böyük olar? Ən böyük deyirsə, biz kəsişmə nöqtəsini götürməliyik. Harda kəsirlər? T4 anında. Aydındır? Aydındır mən. Ay sağ ol. P4 anında. Aha, keçdik 14-cü misala, 14-cü məsələyə daha doğrusu. Deyir ki, cismin hərəkət tənliyi verilmişdir. Cisim neçə saniyədən sonra dayanır. Cisim neçə saniyədən sonra dayanması deyirsə bizə, biz son sürət bərabərdir 0 götürməliyik. İndi koordinat tənliyi verib. Biz buradan sürəti tapmaq üçün bu ifadədən törəmə almalıyıq. Yəni biz bilirik ki, sürət koordinatın zamana görə birinci tərtib törəməsidir. Yazırıq ki, V bərabərdir -8 plus 4t çıx 2t kvadratının törəməsi bərabərdir. Biz bilirik ki, sabitin törəməsi 0-dır. 4t-nin törəməsi 4 çıxılsın 2t kvadratının törəməsi 4t. Bərabərləşdirməliyik 0-a. Buradan tapırıq ki, 4 bərabərdir 4t, t də bərabərdir 1 saniyədən sonra cisim dayanacaq. Oldu A variantı. Aydındır. Aha, keçdik 15-ci suala. 15-ci sual da maraqlı suallardan biridir. Deməli, deyir ki, x üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Ə, hansı zaman anlarında bu cismin hərəkət istiqaməti və təzyiqin proyeksiyasının işarəti dəyişmişdir? Deməli, sən burada da qeyd yazırsan. Deməli, belə yazırıq. Dəftərin yanındadır. Yanımdadır mən. Aha. Yazdım. Deməli belə yazırsan ki, qeyd yazırsan, sonra izah eləyəcəm. Sürət zaman qrafikində, yəni sürət zaman qrafikində burada çəkirəm. Elə bunun üzərində göstərəcəm. Sürət zaman qrafikində mötərizədə yazırsan VT qrafikində. Yazdım. Aha. Əgər hərəkət qrafik, yəni hərəkətdən qrafik zaman oxunu neçə dəfə kəsib keçərsə, hərəkət istiqamətini bir o qədər dəyişir. Belə yazırsan, hərəkət istiqamətini neçə dəfə dəyişməsi zaman oxunu neçə dəfə kəsib keçirsə, o qədər dəyişib. Yəni burada zaman oxunu neçə dəfə kəsib zaman oxunu? Bir T2 anında kəsir, bir də T4 anında kəsir. Düzdür? Yəni, yəni yazırsan ki, VT qrafikində hərəkət istiqaməti neçə dəfə dəyişməsi əgər soruşarsa, bu zaman zaman oxunu neçə dəfə kəsib keçərsə, hərəkət istiqamətini bir o qədər dəyişir. Məsələn, 3 dəfə kəsib keçərsə, 3 dəfə dəyişir. Təkrar edirəm. Sürət zaman qrafikində hərəkət istiqaməti neçə dəfə dəyişməsi zaman oxunu neçə dəfə kəsib keçməsi ilə eynidir. Yəni zaman oxunu neçə dəfə kəsib keçərsə qrafik hərəkət istiqamətini bir o qədər dəyişmişdir. Yazdım. Aha. Bu birinci qeyddir. Yazırsan ikinci qeyd. Sürətin proyeksiyası zamandan asılı qrafikində, yəni sürət zaman qrafikində sürət zaman qrafiklərində Aha. sürət zaman qrafiklərində yazdın.
Yazdım mən. Aha. Qrafikin kəskin dönmə nöqtələrin sayı qədər. Qrafikin kəskin Qrafikin kəskin dönmə nöqtələrinin sayı qədər təcilin istiqaməti dəyişmiş sayılır. yazdım mən. Yəni mötərizədə yazırsan, yəni təpə və çökük nöqtələrin sayı qədər. Bax, bura indi bunun üstünü də izah eləyəcəm, daha aydın başa düşərsən. Aha. Bura bax. Sürət zaman qrafiki bizə versə, yəni VT qrafiki bizə versə, bizdən əgər soruşsa ki, hərəkət istiqaməti neçə dəfə dəyişmişdir, bu zaman biz qrafik T oxunu neçə dəfə kəsib keçərsə bir o qədər dəyişir. Yəni hərəkət istiqamətinin dəyişməsi qrafik T oxunu neçə dəfə kəsib keçərsə bir o qədər dəyişir. İndi sən mənə de görüm. Bu qrafik T oxunu neçə dəfə kəsib? Hansı nöqtələrdə kəsib? 2, 4, 6, 2, 8, 4, 10, 11. 6, 8, 10, bir də 12 nöqtələr. Düzdür? Deməli 2, 4, 6, 8, 10, bir də 12 nöqtələrində cismin hərəkət istiqaməti dəyişmişdir. Düzdür? Düz. Aysan, yəni hansı nöqtələrdə? Kəsib keçən nöqtələrdə. T oxunu kəsib keçən nöqtələrdə. Aha, əgər bizə desə, sürət zaman qrafikində təcilin istiqaməti neçə dəfə dəyişmişdir? Bu zaman biz təpə və çökük nöqtələri götürməliyik. Yəni hansı nöqtələri? Kəskin dönmə nöqtələri. Yəni 1, 3, 5, 5, 7, 9, 11. Bu zaman təcilin istiqaməti bizdən soruşsa, yəni təcilin istiqaməti neçə dəfə dəyişib, bu zaman biz təpə və çökük nöqtələri götürməliyik. Kəskin dönmə nöqtələri. 1, 3, 5, 7, 9, bir də 11. Aydındır? Bunu köçür, bunu köçür. İndi keçirik koordinat zaman qrafiklərinə. Köçürdünmü? götürdürəm mənim şəkildə çəkirəm. Aha, köçür. Götürtdüm mən. Aha. Bu sürət zaman qrafikidir. İndi bizdən sürət zaman qrafiki yox, koordinat zaman qrafiki verəndə biz necə yazmalıyıq? Gəl onlara baxaq. Məsəl üçün bizdən koordinat zaman qrafiki verəcək, koordinat zaman qrafiki verəcək. Koordinat zaman qrafiki verəcək, deyəcək ki, hərəkətin istiqaməti neçə dəfə dəyişmişdir. Koordinat zaman qrafikində isə indi bir dənə koordinat zaman qrafiki çəkin. Koordinat zaman qrafiki çəkin. Aha, bizə koordinat zaman qrafiki versə, x-in T'dən asılılığı, aha, deməli,
İşarələyək. Bu olsun 1, bu olsun 2, bu olsun 3, 4, 5, 6, 7, 8 və s. Koordinat zaman qrafikində bizə hərəkətin istiqaməti neçə dəfə dəyişmiş deyəsə, dəyişmişdirsə, bu zaman biz təpə və çökük nöqtələrin sayı qədər hərəkət istiqaməti dəyişmişdir. Yəni burada təpə və çökük nöqtələri hansılardır? 1, 3, 5, 5, 7, 7, 9. bir də 9. Deməli 1, 3, 5, 7, 9 nöqtələrində hərəkətin istiqaməti dəyişib. Neçə dəfə dəyişib? 1, 2, 3, 4, 5. 5 dəfə hərəkətin istiqaməti dəyişib. Deməli sən belə yazırsan. Koordinat zaman qrafikində əgər bizdən hərəkətin istiqaməti dəyişdiysə, neçə dəfə dəyişdiyi soruşularsa, bu zaman biz təpə və çökük nöqtələrin sayını götürməliyik. Deməli, təkrar edirəm. Koordinat zaman qrafikində hərəkət istiqaməti təpə və çökük nöqtələrin sayı qədər dəyişir. Təpə və Deməli, koordinat zaman qrafikində hərəkət istiqaməti təpə və çökük nöqtələrin sayı qədər dəyişir. aya qədər dəyişir. Aha. Deməli, bu birinci qeydim. İkinci qeydimiz isə X-də qrafikində, yəni koordinat zaman qrafikində qollar aşağı olan qrafikdən qolları yuxarı olan qrafikə keçəndə təcilin istiqaməti dəyişir. İndi bizdə buradan təcilin istiqamətini soruşur. Təcilin istiqaməti necə dəyişdiyini soruşur koordinat zaman qrafikində. Əgər bizdən təcili istiqaməti neçə dəfə soruşurlarsa, bu zaman qollar aşağı olan qollardan yuxarı olan qollara keçəndə təcilin istiqaməti dəyişir. Aydındır? Aydındır müəllim. Bax, indi bir dənə də koordinat zaman qrafiki çəkirəm. Bir ay başqa. Məsəl üçün, koordinat zaman qrafiki çəkirəm. Bax, belə rəqsi hərəkət eləyir də, tutaq ki. X-in t-dən asılılığı. Deyək ki, bura, məsələn, bura olsun 1, bura olsun 2, bura olsun 3, bura olsun 4. Bizdən təcilin istiqaməti istəyərsə, əgər təcilin istiqaməti, deməli, qollar aşağı olandan, qollar yuxarı olana keçəndə təcilin istiqaməti o qədər dəyişir. Yəni, burada qollar aşağıdır, amma 2-də isə qollar yuxarıdır. 3-də aşağıdır, 4-də yuxarıdır. Deməli, qollar aşağı olan hissədən, qollar yuxarı olan hissəyə keçəndə təcilin istiqaməti nə olur? Dəyişir. Aydındır. Aydındır. Ay sağ ol. İndi 15-ci sualda cavab nə olacaq? 15-ci sualda. Fikir ver. Deyir ki, hərəkət istiqaməti VT qrafikidir. VT qrafikidir. Birinci qayda. Hərəkət istiqaməti və təcilin proyeksiyasının işarəsi necə dəyişmişdir? Neçə də işarəsi dəyişmişdir? Hansı nöqtələrdə? Deməli, hərəkət istiqaməti T oxunu kəsib keçərsə, T oxunu hansı nöqtələrdə kəsib? T2, T2 bir də ilə T4. T4-də. Düzdür? Ay sağ ol. Evet. Amma e, kökük və təpə nöqtələrində isə, kəskin dönmə nöqtələrində isə təcili istiqaməti dəyişib. Yəni T1 və T2. T3-də isə təcilin qiyməti dəyişir. Yəni hansı olacaq işarəsi dəyişir, yəni daha doğrusu təcilin işarəsinin qiyməti. T1, T3-də təcilin işarəsi dəyişir, T2, T4-də isə hərəkət istiqaməti dəyişir. Aydındır? Evet. Aynen. Aha, keçək 16-cı suala. 16-cı sualda deyir ki, şəkildə sürətin proyeksiyası zamandan asılı qrafik verir. İndi sən mənə de görüm, bu birinci, bu da olsun ikinci hərəkət. Birinci hərəkət necə hərəkətdir? Birinci hərəkət necə hərəkətdir, Ömər? Birinci Birinci hərəkət hərəkət x oxu istiqamətində yavaşlayan. X evet, oxu yavaş. yavaşlayan. İkinci qrafik isə x oxunun əksinə yeyinləşən. Ne yeniləşim? Əksinə yeyinləşən. Bərabər yeyinləşən. İndi qrafiklər çəkəndə daha doğrusu biraz yuxarıdan çəkim. İndi qrafiklər çəkəndə SX-in, yəni yer dəyişməsinin zamandan asılı qrafik. Birinci x oxu istiqamətində yavaşlayandırsa, olacaq belə. İkinci isə ikinci nədir?
Deyir ki, x oxunun əksinə yeyinləşən, x oxunun əksinə yeyinləşən hansı olacaq? Hə, səncə hansı olacaq? Məncə yuxarı qalxacaq da. B variantı. Deməli, bu yuxarı qalxacaq, x oxunun əksinə yuxarı qalxacaq. Amma birinci hərəkət x oxu istiqamətində yavaşayandır. X oxu istiqamətində yavaşayan olanda bu belə olmalıdır. O birisi isə belə olmalıdır. Düzdür? Düzdür. İkinci qrafik nağd x oxunun əksinə yeyinləşəndir. X oxunun əksinə yeyinləşən burada bir dənə var, o da D variantıdır. Amma bu niyə səhv verib bunu? Qrafik əslində belə olmalıdır. Bax, deməli belə olmalıdır, belə olmalıdır. Daha sonra isə belə olmalıdır. Əslində qrafik belə olmalı, amma bu buradan götürməyib, mənfi istiqamətə götürdüyünə görə belə götürüb, sonra belə götürüb. Yəni D variantı. Bildim. Aydındır? Aydındır mənim. Aha. Keçək 17-ci suala. 17-ci sualda deyir ki, başlanğıc sürəti 10 metr bölü saniyə olan cisim 0,5 metr bölü saniyə kvadratı təcillə tormozlamağa başlayır. 4-cü saniyə sonunda cismin sürətini hesablayın. Biz bilirik ki, tormozlamağa başlayırsa bu necə hərəkətdir? Yavaşlayan hərəkətdir. V0 minus AT-dir. Düzdür? Düzdür mənim. Bərabərdir. Hər şey verib bizə. Başlanğıc sürət 10, çıxılsın. A nə qədərdir? 0,5 vurulsun 4 də, T də 4-dür. Elədi 10 çıxılsın 2, elədi 8 metr bölü saniyə. Cavab oldu C variantı. Aydındır Ömər? İndi Aydındır situasiyaya mənim. baxaq, situasiyalara baxaq. Bizim 1 dəqiqə vaxtımız qalıb. 1 dəqiqə situasiyanı tamamlaya bilmərik. Ən yaxşı bitirək, sonra təzədən. Aha, harda qalmışdıq? Situasiyada qalmışdıq. 18-20 saylı situasiyanın həllinə. Deməli, bu situasiyada elədir ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə edə bilərik. Baxırıq situasiyanın birinci həllinə. Deyir ki, cismin koordinatının zamandan asılı tənliyini verib bizə. X bərabərdir t kvadratı çıx 6-dır plus 17 kimidir. Baxırıq 18-ci suala. Deyir ki, cismin təcilin və sürətin proyeksiyasını hesablayın. Biz bilirik ki, sürət koordinatın zamana görə birinci tərtib törəməsidir. Bu ifadədən zamana görə birinci tərtib törəmə alarıq. Yəni, t kvadratı çıx 6t plus 17-dən törəmə alırıq. Bərabərdir. T kvadratın törəməsi elədi 2t, çıxılsın 6t-nin törəməsi 6, sabitin də törəməsi bilirik ki, 0-dır. Deməli, biz aldıq ki, sürətin proyeksiyası nəyə bərabərdir? 2t çıx 6-ya. İndi təcili tapanda təcil. Biz də bilirik ki, təcil koordinatın ikinci tərtib, amma sürətin birinci tərtib törəməsi, yəni təcil bərabərdir. Sürətdən zamana görə birinci tərtib törəmə almalı. Yəni bu ifadədən zamana görə birinci tərtib törəmə. 2t çıx 6-dan törəmə alsaq eləyəcək 2. Təcili tapdı 2 metr bölünsün saniyə kvadratı. Aha. 18-ci sualın cavabı tapdıq. İndi keçək 19-cu suala. Deyir, cismin koordinatının və sürətin proyeksiyasının zamandan asılı qrafikini çəkin. Biz də bilirik ki, koordinatın tənliyini birinci yazın bura. T kvadratı çıxılsın 6t plus 17 kimidir. Sürətin qrafikini daha doğrusu tənliyini aldıq ki, 2t çıxılsın 6 kimidir. Bu t bərabərdir 3 saniyədən sonra son sürəti olacaq 0. Gəl birinci sürətin qrafikini çəkək. Sürətin qrafikini çəkəndə başlanğıc sürəti nə qədərdir? -6, yəni -6-dan başlayıb t bərabərdir 3 saniyədə bu cisim nə olacaq? Dayanacaq və qrafik belə olacaq. Yəni V-nin t-dən asılı qrafik o istiqamətdə olacaq. Koordinatlı zamandan asılı qrafikini çəkəndə isə koordinatlı zamandan asılı qrafiki x-in t-dən başlanğıc koordinatı 17-dir. Yəni biz bilirik ki, koordinatın tənliyi ümumiyyətlə necədir? Koordinatın tənliyi x bərabərdir. x0 plus v0t plus at kvadratı bölünsün 2-dir. x0 17-dir, v0t -6-dir. Deməli, buradan v0-ı -6-dır. Yavaşan hərəkət eləyəcək. X oxunun əksi istiqamətində yavaşan hərəkət eləyəcək. Və cisim 17-dən başlayacaq hərəkətə.
Bu istiqamətə hərəkət eləyəcək. Keçək 20-ci suala. Cisim dayanan anda koordinatını hesablayın. Birinci tənliyi yazırıq. Koordinatın tənliyi x bərabərdir. T kvadratı çox 6t plus 17. Dayanan anda koordinatı nə deməkdir? Yəni v son sürəti sıfırdır da. Biz də bilirik ki, sürət koordinatın zamana görə birinci tərtib törəməsidir. Bu ifadədən törəmə alsaq, birinci zamana görə. Deməli, t kvadratı çıx 6t plus 17-dən törəmə alsaq, eləyəcək 2t çıxılsın 6 və sıfıra bərabərləşdirməliyik. 2t çıx 6 bərabərdir sıfıra. Buradan tapırıq ki, t bərabərdir 3 saniyə. 3 saniyə sonra cisim dayanacaq, yəni dayanacaq. Gəl bu 3 saniyəni qoyaq tənlikdə, koordinatın tənliyində yerinə. Alırıq ki, x bərabərdir 3-ün kvadratı, yəni t kvadratı, 3-ün kvadratı 9, çıxılsın 6 vur 3 plus 17 eləyəcək 8 metr. Dayanan anda koordinatı olacaq 8 metr. Aydındır Ömər?